Daxili İşlər Nazirliyi və Gömrük Departamenti narkotik qaçaqmalçılığına görə Ukrayna vətəndaşını həbs edib. Böyük miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və ölkəyə gətirilməsi ittihamı ilə 1992-ci il təvəllüdlü Xıdı saxlanılıbdır. İstintaqın məlumatına görə hüquq mühafizə orqanları saxlanılan şəxsin əl yükünə baxış zamanı uşaq qidasının metal qablarında gizlədilmiş böyük miqdarda narkotik vasitə və psixotrop maddələri aşkarlayıbdır. Hadisə ilə bağlı istintaq aparılır. Cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Saqrami polisi quldurluq faktının üstünü açıblar. Qrup halında törədilmiş quldurluq ittihamı ilə əvvəllərdə məhkumluq həyatı yaşamış 1968-ci il təvəllüdlü Qırjı və 1978-ci il təvəllüdlü Lımı saxlanılıbdır. İstintaqın məlumatına görə Mısxet bələdiyyəsinin Saqrami kəndində ittiham olunan şəxslər evdə tək qalmış 1956-cı il təvəllüdlü Vıxıya hücum ediblər. Onu döyüblər və öldürəcəkləri ilə hədələyərək pul tələb ediblər. Zərər çəkənin bədənində müxtəlif xəsarətlər aşkarlanıb və ona tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilibdir. Aparılan operativ axtarış və istintaq tədbirləri nəticəsində hər iki şübhəli işsizlərlə saxlanılıbdır. Faktla bağlı istintaq aparılır. Maddə 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Əvvəllər məhkum olmuş KK və TD böyük miqdarda oğurluq ittihamı ilə saxlanılıbdır. Onların iki müəssisədə 600 kiloqrama yaxın rəngli metal tərkibli kabel və aqreqat oğurladığı müəyyən edilibdir. Polis 14 min lari pul, metal və aqreqatları maddi sübut kimi götürübdür. Qanunsuz hərəkət nəticəsində xarici şirkətin müəssisələrinə ümumilikdə 50 min lariyə yaxın ziyan dəyibdir. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin A və B bəndləri ilə istintaq aparılır. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkədə qanuni əsas olmadan yaşayan əcnəbilərin müəyyən edilməsi məqsədi ilə əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində ümumilikdə 28 nəfər xarici ölkə vətəndaşı saxlanılıbdır. Onlar arasında Hindistan, İran, Sudan, Bangladeş, Nepal, Nigeriya, Türkiyə, Türkmənistan, Misir, Livan, İordaniya, Çin, Küveyt və Rusiya vətəndaşları var. Araşdırma zamanı müəyyən edilib ki, saxlanan şəxslər Gürcüstanın xaricilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında qanun tələblərini pozaraq ölkədə qalıblar. Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzinə yerləşdirilibdir və onların ölkədən çıxarılması ilə bağlı müvafiq prosedurlar davam edir.